Avropa dalğasına xoş gəlmisiniz. Avropa dalğası Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Gənc Avropa Səfirləri şəbəkəsinin təşəbbüsü ilə hazırlanmış podkast seriyasıdır. Burada biz Avropa haqqında ən maraqlı mövzuları müzakirə edir, təcrübə və hekayələri dinləyicilərimizlə bölüşürük. Podkastımızın bu buraxılışında biz qadınlara qarşı zorakılıq, onun qanunvericilikdəki yeri və qarşısının alınması yolları haqqında danışacağıq. Bu gün sizinlə mən, Gənc Avropa səfiri Hünər Alxanov və vəkil 1997-ci ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü və hüquq fənnini tədris edən müəllim Natəvan Rüstəmov olacaq. Natəvan xanım, xoş gəlmisiniz. Sizi studiyamızda görmək çox xoşdur. Mən elə istərdim ki, sizə ilk sualımı ünvanlayım. Azərbaycan qanunvericiliyində qadınlara qarşı zorakılıq halları necə müəyyən olunur və hansı qarşısının alınmaqla bağlı tədbirlər var? Xoş gördük. Dəvətinizə görə təşəkkürümü bildirirəm. Azərbaycanda qadınlar və kişilər eyni hüquqlara malikdir. Və bu bizim konstitusiyamızın 25-ci maddəsində təsbit olunmuşdur. Bu deməkdir ki, qanun hər kəsi, qadını da, kişini də eyni şəkildə müdafiə edir və zorakılığa da bu aiddir. Lakin bir həqiqət də var ki, zorakılıq, xüsusilə də məişət zorakılığından danışanda, zorakılıq halları əsasən qadınlara qarşı törədilir. Və bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Qanunvericiliyə gəldikdə zorakılığa qarşı bizim cinayət məcəlləmizdə bir çox maddələr var. Qanunvericiliyimiz zorakılıqla bağlı bir sıra normalar nəzərdə tutur. Məsələn, cinayət məcəlləsində zorakılığa qarşı çoxlu maddələr var ki, onlar həm qadınları, həm kişiləri müdafiə edir. Məişət zorakılığı ilə mübarizədə əsas qanunumuz məişət zorakılığının qarşısının alınması haqqında qanundur. Bilirsiniz ki, bu qanun 2010-cu ildə qəbul olunub. Amma 2024-cü ildə həmin qanuna ciddi əlavə və dəyişikliklər olub və həmin zamandan da biz xeyli irəliləyişlər görürük praktikada. Bu qanunla təkcə məişət zorakılığının tərifi genişləndirilməyib, həm də verilən şikayətlərin o araşdırma qaydası müəyyən olunub. Həm də bu məişət zorakılığından əziyyət çəkən, məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji, sosial, hüquqi yardım müəyyən olunub. Onları sığınacaqlarla təmin edilməsi müəyyən olunub. Yardım mərkəzlərinin funksiyaları genişləndirilib. Burada mən onu demək istəyirdim ki, qanun kifayət qədər tərəqqili bir qanundur və xeyli təkmilləşdirib. Amma Azərbaycanda əsas problem qanunun keyfiyyətində deyil. Əsas problem bizdə qanunun tətbiqindədir. Əgər qanunlar düzgün və vaxtında icra olunarsa, tətbiq olunarsa, mən hesab edirəm ki, bir çox müzakirələr yaranmaz. Sadə bir misal çəkə bilərəm ki, hələdir hüquq mühafizə orqanlarının bəzi əməkdaşları məişət zorakılığına adi bir ailə məişət bir problemi kimi baxır. Yəni hesab eləyir ki, bu normal bir haldır. Yəni ailədə olan o münaqişəyə normal bir hal kimi baxırlar. Bundan başqa çox yaxşı bizdə bir müdafiə mexanizmi var. Bu da mühafizə orderləri çox az verilir. İkinci bir problemi isə bizim cəmiyyətimizin problemidir. Yəni cəmiyyətimizin bu məişət zorakılığına münasibətindədir. Şuurlarda kök salmış bir mənfi stereotiplər var və buna görə də məişət zorakılığının bir çox formaları ilə bağlı qadınlar müraciət etməkdə qorxurlar. Nəyə görə? Çünki cəmiyyətin qınağından qorxurlar. Məsələn, cinsi zorakılıqla bağlı qadınlar müraciət etmək istəmirlər, şikayət vermək istəmirlər. Bir növdə əslində deyə bilərik ki, cəmiyyətin təsirinə görə, utanc hissinə görə. Çünki onlar artıq cəmiyyətdə ona bu edilib, lakin ona bu edildiyi üçün o bir növ qınamaya məruz qalacaq. Bəli. Və növbəti sualımı istəyərdim sizə ünvanlayım. Sizcə Azərbaycanda qadınlara qarşı hansı zorakılıq halları daha açıqdır, yəni daha çox məlumat verilir və hansı zorakılıq halları daha gizli saxlanılır? Azərbaycanda statistikaya görə ən çox
müraciətlər fiziki və psixoloji zorakılıqla bağlı olur. Ümumiyyətlə siz bilirsiniz ki, Azərbaycan qadınlarının 43% həyatında heç olmasa bir dəfə də məişət zorakılığı ilə qarşılaşıb. Amma gizli qalan zorakılıq formaları əsasən cinsi zorakılıqdır, xüsusilə ər tərəfindən müəyyən belə deyək, cinsi zorakılığa məruz qalanda qadınlar bu haqqda bildirmək istəmirlər. Bu latent formada qalır. Daha sonra məişət zəminində iqtisadi zorakılıq. Bunun təzahür formaları nə cürdür? Məsələn, qadına işləməyə icazə verilmir. Onu maddi müəyyən dərəcədə asılı vəziyyətdə saxlanılır həmin qadın və bu nəticədə elə bir vəziyyətə gətirib çıxardır ki, qadın qorxur müraciət etməyə, çünki o özünü çox köməksiz, gücsüz hiss eləyir. Psixoloji zorakılıq da onun elə formaları var ki, qadınlar ümumiyyətlə bilmir ki, bu zorakılığın bir formasıdır. Bəli, manipulyasiya. Onlar bilmir ki, bu zorakılığın bir formasıdır və bununla bağlı ümumiyyətlə şikayət etmək olar. Və nəticədə bütün bu formalar gizli qalır və məişət zorakılığı daha da belə deyək də çoxalır və məişət zorakılığını törədən şəxslər də güclənir əslində. Bir acınacaqlı bir faktor ki, nəinki biz indi burada deyirik cinsi zorakılıq və yaxud psixoloji, iqtisadi, hətta fiziki zorakılıqla bağlı qadınlar çox zaman şikayət etmək istəmir. Mən bunu bir vəkil kimi deyirəm. Hətta bilə-bilə ki, qanun onları müdafiə edir, onlar müraciət etməkdə ya qorxurlar, ya hesab eləyirlər ki, bu müraciət özü bir qədər çətin bir prosedurdur, ya siz demişkən belə deyək də cəmiyyətin qınağından çəkinirlər. Ona görə də bunlar gizli qalır və belə deyək də məişət zorakılığının bir çox formaları açılmır, üstü açılmır. Natavan xanım, sizə bir digər əhəmiyyətli sualım olacaqdı. Mən düşünürəm ki, biz ekran başında izləyən izləyicilərimiz də bu barədə ətraflı məlumat əldə etmək istəyir. Bəs qadınların zorakılıqdan müdafiəsi, mühafizəsi üçün hansı müdafiə mexanizmləri mövcuddur və mühafizə orderləri haqqında nə deyə bilərsiniz? Əslində qadınların hüquqlarının müdafiəsi üçün qanunda bir sıra imkanlar var. Məişət zorakılığının qarşısının alınması haqqında qanunda şikayətlərin verilməsi qaydası və onların araşdırılma qaydası müəyyən olunur. Əgər qadın məişət zorakılığına məruz qalarsa, ən azından bildiyi Daxili İşlər Nazirliyinin 102 nömrəsinə zəng edə bilər. Eləcə də bizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qaynar xətti fəaliyyət göstərir. 860 nömrəli xətti və bir statistikada yadıma düşdü. 23-cü ildə deməli həmin xətt üzrə 112 qadın müəyyən belə deyək yardımlar almışdı. Yəni ki, hüquqi məsləhətlər, yəni onların şikayətləri lazımi orqanlara yönləndirilmişdi və bundan qadınlar istifadə edə bilər. Eləcə də Azərbaycanda qanuna əsasən yardım mərkəzləri fəaliyyət göstərir, hardakı qadınlar həm psixoloji, həm deməli sosial, həm hüquqi yardımlar ala bilər. Bizdə sığınacaqlar mövcuddur. Bundan başqa pulsuz hüquqi yardım nəzərdə tutulub. Əgər qadın şikayət edərsə, məsələn, polis orqanına şikayət edibsə, polis ilk öncə həmin şikayət üzrə törədilən əməlin cinayət tərkibi, yəni həmin əməldə cinayət tərkibinin olub-olmamasını müəyyən etməlidir. Onu araşdırır. Əgər cinayət tərkibi varsa, cinayət işi açılır və bu zaman qadın dərhal lazım gəldikdə tibbi, hüquqi yardımla, dövlət hesabına hüquqi yardımla təmin olunur. Bundan başqa belə deyək də əgər lazımdırsa, qadın sığınacaqlara yerləşdirilməsi üçün yardım mərkəzinə müraciət olunur və s. tədbirlər görülür. Amma cinayət tərkibi yoxdursa, onda mənim bayaq qeyd etdiyim qanuna əsasən, yəni məişət zorakılığının qarşısının alınması haqqında qanunun 9-cu maddəsində nəzərdə tutulan tədbirlər görülür. Araşdırma nəticəsində müxtəlif qərarlar qəbul oluna bilər. Məsələn, qısa müddətli orderin verilməsi və yaxud uzun müddətli orderin verilməsi üçün məhkəməyə müraciət edilməsi. Bundan başqa hansı qərar ola bilər? Tutaq ki, bayaq dediyim kimi qadının sığınacağa yerləşdirilməsi üçün yardım mərkəzinə müraciət edilməsi və s.
Sadəcə olaraq bütün bu vasitələrdən qadınlar gərək istifadə etsin. Bizim qanunvericilikdə ən yaxşı müdafiə mexanizmi bu hesab eləyirəm ki, mühafizə orderləridir və mühafizə orderi elə bir rəsmi sənəddir ki, zorakılığı törədən şəxsə qadına narahatlıq belə deyək, törədən hərəkətləri qadağan edir. Məsələn, qadının izlənməsi, ona təkrar zorakılıq hərəkətlərinin edilməsi və s. Bir növ uzaqlaşdırma qərarı da deyə Bəli, bilərik əslində. uzaqlaşdırma. Digər ölkələrdə buna uzaqlaşdırma qərarı deyirlər, bəli. Mühafizə orderləri çox səmərəli hüquq müdafiə vasitəsidir. Amma onlar da az sayda verilir. Əlbəttə, indi vəziyyət get-gedə dəyişir. Müqayisə etsək, məsələn, 20-ci ildə 32 mühafizə orderi verilib, amma 24-cü ildə artıq bunların sayı 300-dən çoxdur. Həm qısa müddətli mühafizə orderləri verilir, həm uzun müddətli mühafizə orderləri verilir, amma ümumi miqyasda, yəni zorakılıq hallarının sayından qat-qat aşağıdır. Bu da ondan irəli gəlir ki, çox güman ki, ya qadınlar müraciət etmir, ya da bəzi hallarda hüquq mühafizə orqanları həmin o zorakılıq hallarına düzgün qiymət vermirlər. Bəs belə bir sualım olacaq sizə. Hökumət pulsuz hüquqi yardımlar göstərirmi və qadınlar bu zorakılıq məsələlərindən, müxtəlif əsaslı zorakılıqlardan əziyyət çəkən qadınlar bu hüquqi yardımlardan necə yararlana bilər, necə müraciət edə bilər? Əslində mən düşünürəm ki, müxtəlif əsaslı zorakılıqların baş tutması, baş verməsi elə məlumatsızlıqdan irəli gəlir. Çünki onlar artıq hara müraciət edəcəklərini, necə dəstək alacaqlarını da bilmirlər və çətinlik çəkirlər bu məsələdə. İstəyərdim ki, elə siz də həm izləyicilərimiz, həm də bizim üçün bu məsələni aydınlaşdırasınız. Bəli, qadınlar pulsuz hüquqi yardımdan tam şəkildə istifadə edə bilər. Qanunvericiliyimizə əsasən məişət zorakılığından zərər çəkmiş şəxslərə pulsuz hüquqi yardım nəzərdə tutulub. 23 fevral 2024-cü ildə Milli Məclis bayaq qeyd etdiyim məişət zorakılığının qarşısının alınması haqqında qanuna dəyişikliklər etdi və həmin ilin iyul ayında Nazirlər Kabineti bir qayda qəbul elədi. Və həmin qaydaya əsasən, qaydanın elə adı da elədir ki, məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardımın təmin edilməsi. Bu qaydalara əsasən məişət zorakılığından zərər çəkmiş şəxslər pulsuz hüquqi yardımla təmin edilir. İndi hara müraciət etmək lazımdır? Birinci biz onu dəqiqləşdirməliyik ki, pulsuz hüquqi yardım nəyi nəzərdə tutur? Məsələn, sənədlərin əldə olunması və sənədlərin hazırlanması, şikayətlərin və müraciətlərin tərtib olunması, hüquqi məsləhətlərin yazılı və yaxud şifahi formada verilməsi, həmin şəxslərin zorakılıq qurbanlarının məhkəmələrdə və yaxud polis orqanlarında təmsil olunması, vəkil xidmətindən istifadə etmək üçün vəkillər kollegiyasının müraciət olunması və bunlar hamısı pulsuz hüquqi belə deyək, yardıma daxil olan məsələlərdir. Hara qadınlar müraciət edə bilər? Qadınlar dost mərkəzlərinə müraciət edə bilərlər, Sosial Xidmətlər Agentliyinə müraciət edə bilər, vəkillər kollegiyasına müraciət edə bilərlər və eləcə də yardım mərkəzlərinə müraciət edə bilərlər. Əgər qadınlar hansısa dövlət orqanına müraciət edirsə, həmin orqanlar onların şikayətlərini lazımı yerə yönləndirirlər. Sadəcə olaraq burada bir məsələni nəzərə almalıyıq ki, pulsuz hüquqi yardımı əldə etmək üçün qadının əlində müəyyən sənədlər olmalıdır. Bu sənədlər hansılar ola bilər? Məsələn, yardım mərkəzinin arayışı ola bilər, polis və yaxud prokurorluğun qərarı ola bilər. Və yaxud belə deyək, məlumat bankının məlumatı, icra hakimiyyətinin qərarı, bu sənədlərdən və eləcə də mühafizə orderindən biri ola bilər. Amma əgər cinayət işi açılıbsa, bu sənədlərin heç birinə ehtiyac yoxdur. Qadın müraciət edir, əgər cinayət işi qaldırılırsa, bu sənədlərə pulsuz hüquqi yardım almaq üçün ehtiyac yoxdur. Çünki həmin o cinayət prosesini aparan orqan özü dərhal qadını pulsuz hüquqi yardımla təmin edir. Sadəcə bu haqda bildirmək lazımdır ki, qadının hüquqi yardıma maddi imkanı çatmır. Bəs Natəvan xanım, zorakılıqdan əziyyət çəkən, lakin yardım istəməkdən çəkinən xanımlara nə demək istəyərdiniz? Bilirsiniz, qadınlar müəyyən səbəbdən
bu müraciətlərdən çəkinirlər. Kimi qorxu hissindən, kimi cəmiyyətdə o qınaq hissindən, kimi utandığından müraciət etmirlər. Mən o qadınlara üst tutub deyərdim ki, qorxu təbii bir hissdir. Amma bu qorxu ilə yaşamaqdansa hüquqlarını öyrənib həmin qorxudan azad olmaq lazımdır. Təbii ki, praktik olaraq mənim məsləhətim o olar ki, hüquqlarını öyrənsinlər, çünki qanunu bildikdə onlar güclənirlər. Başqa məsləhətim olar ki, onlar özlərini tək hiss eləməsinlər, dəstək almağa utanmasınlar. Həm psixoloji dəstək, həm hüquqi dəstək və bunun üçün bizim qanunvericilik onlara tam imkanlar verir. Müraciət etsinlər, mütləq şikayət etsinlər. İstənilən zorakılıq hərəkətini dayandırmaq üçün bununla bağlı gərək məlumat versinlər. Və həqiqətən də hüquqlarımızı bilməmək başqasının bizim hüquqları zəbt etməsinə gətirib çıxarır, sizin də vurğuladığınız kimi. Və mənim sizə elə təcrübənizlə bağlı bir sualım olacaqdı ki, vəkil olaraq işlədiyiniz dövrdə və hal-hazırda qarşılaşdığınız müraciətlərdə əsasən hansı növ zorakılıqlarla müraciət edirlər? Ən çox təbii ki, fiziki zorakılıqla bağlı şikayətlər verilir. Amma digər forma, zorakılığın digər formaları ilə bağlı, misal üçün cinsi zorakılıqdır, psixoloji zorakılıqdır. Bununla bağlı qadınlar bizə bildirir, amma rəsmi şikayət vermək istəmir. Ən acınacaqlı fakt budur ki, qadınlar, hətta belə deyək də, çox informasiyası olan qadınlar, təhsili çox yüksək olan qadınlar bax çəkinirlər bu şikayətləri vermək. Qadınlar başa düşməlidir ki, hüquq mühafizə orqanları onların yerinə o şikayətləri verməyəcək. Və mən indi xatırlayıram, baxın, başqa dövlətlərdə çox yaxşı məlumatlandırma mexanizmi var. Tutaq ki, Türkiyədə KADIS sistemi var. Orada qadınlar çətin vəziyyətə düşdükdə bir düymə ilə, yəni orada imdad düyməsi, SOS düyməsi var. Ona basaraq polis orqanlara məlumat gedir ki, burada nəsə bir problem var. Dərhal həmin yerə polis nəfərləri göndərilir və buna Türkiyədə olan bütün qadınlar bu sistemdən istifadə edə bilir. Bu bir mobil tətbiqdir. Telefonlara pulsuz yüklənilir və başqa dövlətlərdə də bu sistemlər var. Tutaq ki, Türkiyədən fərqli olaraq, misal üçün Birləşmiş Ərəb Əmirliklərində bir neçə belə sistemlər var ki, dövlət bu məişət zorakılığına sürətli müdaxilə edə bilir. Mən çox ümid edirəm ki, Azərbaycanda da belə bir sistem olacaq. Çünki məişət zorakılığının qarşısının alınması üçün birinci ora, belə deyək də, dərhal müdaxilə olmalıdır ki, həmin o zorakılığı törədən şəxslər öz hərəkətlərinə diqqət etsinlər. Amma burada bir məsələ var. Həmin o düyməni basan yenə də zorakılığa məruz qalan qadındır. Mən ona görə qadınların özlərinə müraciət edib demək istəyirəm ki, siz özünüz gərək müraciət edəsiniz. Siz özünüzü müdafiə etməlisiniz və bütün müdafiə mexanizmlərindən istifadə etməlisiniz. Qanun sizin yanınızdadır. Azərbaycanda bütün hüquqi imkanlar var ki, siz özünüzü müdafiə edəsiniz. Təşəkkür edirəm cavablarınız üçün və bizim sizə suallarımız bu qədər idi əslində və mən düşünürəm ki, ekran başında bizi izləyən həm qadınlar, həmçinin gənclər və həmçinin bütün Azərbaycanlı vətəndaşlar üçün maarifləndirici oldu və sizə təşəkkür etmək istəyirəm və mən də öz növbəmdə xatırlatmaq istəyirəm ki, bütün insan haqları və insan hüquqları cəhətdən qadınlara və ümumilikdə bütün zorakılıq halları qadağandır və istər Avropa hüququ, istər Azərbaycan hüququ, istərsə də insan haqlarına əsasən bu hallara rastlaşan şəxslərdə mütləq şəkildə dəstək almalıdır, özünü müdafiə etməlidir və hüquqları araşdırmaq, hüquqlarını bilmək başqasının sənin hüquqlarını zəbt etməsinə, belə deyim, göz yumamağına gətirib çıxardır və mən düşünürəm ki, bizim də bu elə podkastımız vəsilə olacaq ki, artıq insanlar daha məlumatlı, daha da maariflənmiş olacaq. Mən də sizə təşəkkür edirəm bizimlə öz aspektinizdən və həmçinin hüquqi baxımdan ətraflı məlumatları, öz təcrübənizdən olan belə deyim, nüansları bölüşdünüz. Təşəkkürlər. Təşəkkür edirəm. Avropa dalğasının bugünkü buraxılışını da artıq yekunlaşdırırıq. Bizi izləmədə qalın və növbəti buraxılışlarımızda görüşənədək.